Mən Şəhla Eyvazova MHM Tədris Mərkəzində hazırlaşaraq 96,75 bal yığaraq ibtidai sinif ixtisası üzrə ölkə birincisi olmuşam. Monitorda həmin balı görəndə mən bunu bacardım. Yaxşı ki, yolum MHM Tədris Mərkəzindən keçdi. Xoş gördük sizi Şəhla müəllimə. Getdi o mənim oturma baxmağımı belə unutmuşdum. Təzədən deyim bir daha. Xoş gördük sizi Şəhla müəllimə. Xoş gördük. Artıq biz sizi tanıyırıq. Siz bizim fəxrimizsiz, Respublika birincimizsiz. Sadəcə mən istəyirəm ki, izləyicilər sizin öz dilinizdən eşitsin bunu. Tanıyaq, sizi zəhmət olmasa. Mən Şəhla Eyvazova 2026-cı il müəllimlərin işə qəbul imtahanında MHM Tədris Mərkəzində hazırlaşaraq 96,75 bal yığaraq ibtidai sinif ixtisası üzrə ölkə birincisi olmuşam. Biz sizə bir neçə sual vermək istəyirik. Bu suallar sizin hazırlaşdığınız ilk gündən Respublika birincisi olduğunuz günə qədər, hətta bu günə qədər olan hisslərinizi, keçdiyiniz mərhələləri öyrənmək məqsədi iləndir. İlk sualdan başlamaq istəyirəm. Bu nəticəyə gedən yolda ən çətin mərhələniz nə oldu və həmin mərhələdə sizi davam etməyə nə motivasiya etdi? Ən çətin mərhələ təbii ki, bu ilk vaxtlarda, hazırlığa başladığım ilk vaxtlarda idi. Ümumi sınaqlarda zəif nəticə göstərəndə, deməzdim ki, zəif, hardasa 70 bal üstü nəticə göstərəndə çox məyus olurdum. Çünki bilirdim ki, mənim hədəfim, öz hədəfimi də bilirdim, nə istədiyimi də bilirdim və əldə etdiyim nəticə məni hədəfdən uzaqlaşdıra bilərdi. Amma bu məni uzaqlaşdırmadı. Daha da mən öz çətinliklərimin üzərində gedərək, çətinliklərin üzərində işləyərək, özümü motivasiya eləyərək öhdəsindən gəldim. Keçək ikinci sualımıza. Sizcə Respublika birinciliyinə gedən yolda təkcə çox çalışmaq kifayət edir, yoxsa düzgün hazırlıq sistemi də vacib? MHM-də hansı hazırlıq metodu sizə ən çox kömək edir? Yox, təbii ki, çox çalışmaq təkcə kömək eləmir, həm də disiplinli çalışmaq lazımdır. MHM-də çalışmağın ən üstün tərəflərindən biri disiplinli çalışmaq, disiplinli bizə orada müəllimlər tərəfindən rejimlərin yaradılmağı, əlavə dərslərin sayının çox olmağı, imtahana az qalmış əlavə dərslərin keçirilməyi bu bizə daha çox dəstək olurdu. Çətinliklərimizin üzərində bilmədiyimiz və yaxud da çətin mövzuların üzərindən bir daha keçərək öz biliklərimizi daha da möhkəmləndirdik. Əla. Keçək üçüncü sualımıza. Respublika birincisi olduğunuzu öyrəndiyiniz an, yəni o həmin anı bizimlə bölüşə bilərsiniz? Yəni nə hiss keçirdiniz? İlk reaksiyanız necə oldu? İlk reaksiyam təbii ki, monitorda həmin balı görəndə mən bunu bacardım. Axır ki, çünki artıq bir neçə il idi mən müddətli müqavilə ilə işləyirdim. Hədəfim də təbii ki, müddətsiz arzuladığım məktəbə çatmaq idi. Məktəbdən bir müəllim kimi fəaliyyət göstərmək istəyirdim. Bunun üçün də mənə yüksək nəticə lazım idi. Zəhmətimin bəhrəsini görəndə təbii ki, çox sevindim, qürur duydum. Yaxşı ki, yolum MHM Tədris Mərkəzindən keçib. Gözəl. İmtahana hazırlaşan və hazırda mən bacarmaram deyə düşünən bir müəllim sizə müraciət eləsəydi, ona nə deyərdiniz? Necə motivasiya verərdiniz? Motivasiya verərdim ki, çətinliklərdən qorxmasın, həmişə irəlidə olsun, qarşısına məqsəd qoysun, irəliləmək hədəfə olsun. Düzdür, çətinliklər qarşısına çıxacaq. Bu yolda yorulmaq da var, çətinlik də var, zəhmət çəkməli də olacaq. Özünü belə motivasiya edə bilər. Əlbəttə ki, MHM Tədris Mərkəzində doğru yolda, doğru bələdçilərlə hazırlaşmağı onlara məsləhət görərdim. Dərslərin onlayn təşkil olunması, istənilən vaxt müəllimlərlə əlaqə qura bilirdik. İmtahana az qalmış əlavə canlıların keçirilməsi, müəllimlərə deyərdim ki, 7/24 ürəyimiz istədiyimiz sualları verə bilirdik. Çətinliklərimiz olursa yenidən həmin o çətinliklərin üzərində çalışıb bizə köməklik göstərirdi, işləyirdik. Bunların hamısını nəzərə almaq lazımdır. Son sualı verəcəm. Bu gün qarşınızda sizin kimi Respublika birincisi olmaq istəyən bir müəllim dayanır. Ona bir cümlə ilə desəydiniz ki, bu yola başlayırsansa, davamını siz deyin. Çox çalışsın və əlindən gələnin ən yaxşısını etməyə çalışsın və müəllim olmaq asan bir iş deyil deyə bilərdim ona. Bunun üçün məşəqqətli bir yol var və o yolu keçməlidir və bu yolda da özünə ən uyğun, ən yaxşı bələdçini seçməyi ona məsləhət eləyərdim. Uğura gedən yol MHM-dən keçir.